Я еще контрабасовым приемом играю его. Поехали. А. Фа, миля, ре. А, вы отсюда. Нет, он случайно завис. Ре идет. Bergin xəbər. Bu naqşını tanılğan kompozitor, naqşçı, icraçı Ablat İslamov 1998 yılı yazğan. Ablatniki hər bir yazğan naqşısı bizning ana vətnimizdə keng taralğan. Seğindingmi? Su pərisi, müştəri, ömür yol, hayat şundaqkən. Yəni şununla oxşaş köplügən naqşları bizning ana vətnimizdə yanğıramaqda. Ablahat özüniki anlıq hayatını, özüniki ana vətənki boğan muhabbeti arqılıq, özüniki içki oylarını yetkizиш arqılıq bizning tomoshabinlarga ko'plagan naqshlarni taqdim qilgan odam. Shu naqshlar orqali u o'zininki nomini abad o'chmasga, shu naqshlarni miros qoldirishga tirishgan ajoyib inson. Bergin xəbər. Bu naqsha 1998 yılı yazılıb, o'zi ana vatanga konsert qo'yish niyati bilan berib shu yoqda tug'ilgan naqsha. Ondan keyin qaytib kelgandan keyin shu yoqda cho'ng konsert bergan edi. Shu konsertga Farida Qasimmo taklif qilingan. Farida Qasim bütün Ablahatniki naqshlarini tinglab huzur elib, mushu Bergin xəbər naqshini berishni iltimos qilgan.